Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan natural ədədlər bölməsindən 25-ci sualın izahına baxacağıq. Demək, məsələdə bizə deyir ki, MN ədədlərinin cəmi 49, həmin ədədlərin əkubi hissəsi 70-dir. Biz burada deməli, M və N ədədlərini, yəni belə deyək, M-i bərabərdir 70 bölünsün A, N-i də 70 bölünsün B şəklində götürə bilərik. Və bu deyilənləri, yəni M plus N cəmində nəzərə alsaq, onda burada olacaq 70 bölünsün A plus 70 bölünsün B, yəni bu bərabərdə olacaq nəyə? 49-a. Tamam, biz bərabərlikdən 70-i kənara çıxarsaq, 70 vurulsun 1 bölək A, 70 vurulsun 1 bölək A, plus 1 bölünsün B, bərabərdir 49. Və buradan, buranı ortaq müxrəcə gətirsək mötərizənin içərisini, AB yuxarıda da kəsrin sürətində A plus B bərabərdir olacaq burada. Demək, 7 bölünsün 10 şəklində. Yəni, hər tərəfi biz belə deyək də 70-ə bölüb ixtisar eləsək bu şəkildə gələcək. Tamam, bu bərabərlikdən görünür ki, A plus B cəmi 7, A vuraq B hasılı isə nədir? 10 olur. Yəni, bu sistemlə də biz ala bilirik ki, A bərabərdir 5, deməli və B də bərabərdir neçə olacaq? 2 olacaq. Tamam, burada bizdən M və N-in qiymətlərindən söhbət gedir. M və N-in ən böyük qiymətin tapılması. Deməli, M nəyə bərabər olacaq? Burada 70 bölünsün 5 bərabərdir 14. M bərabərdir 70 bölünsün 2 bərabərdir 35 olur. Məsələdə isə bizdən M və N natural ədədlərinin böyüyünü tapdı. Deməli, cavab neçə olacaq? 35 olacaq. Müxtəlif suallarla həll edirlər müəllimlər, şagirdlər və s. Mən də bir üsul kimi bunu əlavə eləmək istədim. Videonu diqqətlə izlədiyiniz üçün də təşəkkür edirəm. Çox sağ olun.